Salam ərz eləyəm əziz dostlara. Gedən ki, siz üçün fövqəladə nişanələri görsədim. Çox gözəl nişanələr burada varımızdır. Qayanın üstündə bir dənə filiş təraşlanıbdır. Diqqət eləyiz. Filiş Yunanlıların, Rumluların, Məsihlilərin və Yahudilərin işlərindəndir. Filişin rəmz quşayısında gələk filişin ucuna sarı hərəkət eləyək. Çox mövqə filiş 5 qədəmliğin görsədər. Filişin cəhətində bir dənə alahi səxrə varımızdır ki, bir tədad üstündə nişanələr həqqaqi olunubdur. Baxız, səxrənin bu qismətində bir dənə gözəl Yunani səlib təraşlanıbdır. Altında bir dənə coğan varımızdır. Və bu qismətdə də bir dənə bu şişlidə təraşə varımızdır. Bu təraşə Y təraşəsidir, Y-ün bərəksidir. Deyə bilirəm ki, bu əlamət tərkibi az əlamət bidir və təqatığa işarə eləyər. Bizim bu nişanələrimiz nüsxəsəngidirlər və gələ bunları oxuya biləyim. Bir də dostlar, hər nişanəni görəcəyin. Gələ o nişanını daşı sındırayım. Vaqiyən ta elmin öyrəşməyibsiz. Heç mövqə iqdam bir həfvari eləməyiz. Baxız, gözəl bezafəmiz ki, Yunani səlibidir və burada bu əlamət təraşlanıbdır. Altındakı coğan və buradakı filiş biz üçün bir cəhət görsədək və bir dənə Yunanının məqbərəsinə işarə eləyik. Bir Yunani sərdari məqbərəsi görsədək. Səlib, yanındakı coğan, nişanə məqbərə, bu əlamət Yunanlıların fərhəngində təqatığa işarə eləyər. İndi gedəyin, bunu əvvəldəki zaviyədən siz üçün bərrəs eləyəm. Filiş bizi rahnımayi elə o səxriyə və oradakı əlamətlər biz üçün bir təqatığı görsədək. Hətta burada bir heyvan kəlləsi də təraşlanıbdır. Baxsız, bir şir ya ayı kəlləsinə də oxşayır və mütməinnən bir dənə sərdari məqbəriyə işarə eləyik. Bizim mühüm əlamətimiz o əlamətdir. Yəni gələk məhvədə də axtaraq və təqatığı tapayın. Bizim təqatığımız düz bu qismətdir. Fər'i dərə əsli dəriyə qoşulayıq. Pəs gələk biz təqatığı bərrəs eləyək və bizim təqatığımız düz bu nöqtədir. Bu qismətdə qədimi yol varımızdır. Sənkinlərə baxız. Bunlar qədimi yolun asarıdır. İndi bu nöqtədən baxanda təqatığı qəşəng görüyor. Zalib odur ki, təqatığın üstündə bizim ali şaxisəmiz varımızdır. Görürüz necə gözəl daş qurulubdur. Hədəfin yeri müşəxəs eləməyəm. Vəli siz üçün nişan veriyəm ki, bizim hədəfimiz dərənin bu qismətində olacaq. Vurudunu görsətməyəm. Bir sərdari məqbərə ki, fövqəladə ərzişli məqbərələrdəndir. Ağa, sizdən xahiş eləyəm, hər nişanəni görəcəyin, nişanı vırıb sındırmayız. Çün nişanələrin 90% bizi Allahı yerə hidayət eləyər. Zalib odur ki, bu daşın içində quş yuva salıbdır. Bu da özünə görə çox zalibdir. Allahın gözəl heyvanıdır ki, qayanın içində yumurtlayıbdır.
Xahiş eləyəm ki, gəlib hər nöqtəyə mətə vurmayız. Əlayimdən əvvəl baş çıxardınız. Ondan sonra başlayız ki, bir yeri sındırırız.